Azərbaycanın bir qədər təbliğat üçündə əlinizdən gələni edirsiniz. Mənim sualım bundan ibarətdir, Sayın Arif bəy. Arif bəy Hacılı olaraq yox, Müsavat Partiyası olaraq bayaqları alternativlər ki sadaladınız İranla bağlı, Güney Azərbaycan məsələsində mövqeyiz nədən ibarətdir? Mən burada da bir sual qoymuşam. Dostlar, iştirak edə bilərsiniz. Əlbəttə, iştirak edirlər. Hardasa 98% müstəqil olmalıdır. 2% burada səs veriblər ki, İran tərkibində qalmalıdır. Ona görə Güney Azərbaycanın Müsavat Partiyası olaraq İran tərkibində qalması sizin üçün daha çox, yəni siyasi baxımdan, geosiyasi baxımından, Azərbaycan mənafeyi baxımından əlverişlidir, yoxsa müstəqil bir dövlət? Buyurun. Müsavat Partiyasının proqramında konkret olaraq Güney Azərbaycanla bağlı məsələ xüsusi bir fəsildə göstərilib. Mən səhv etmirəmsə, bu məsələyə öz proqramında yer ayıran yeganə siyasi partiya Müsavat Partiyasıdır. Və burada məsələlər aydın şəkildə göstərilib və ilk növbədə bizim istəyimiz nədən ibarətdir? Yəni, biz ilk növbədə orada yaşayan bizim soydaşlarımızın iradəsinə uyğun olan inkişaf senarisinin tərəfdarıyıq. Mümkün olan, yəni siyasət mümkün olanı həyata keçirtmək incə sənətidir. Yəni siyasət təkcə arzulara uyğun olaraq həll olunmur, həm də reallıqlara uyğun olaraq həll olunur. Təsir imkanlarına, gücə, qarşıya qoyulan məqsədə, hədəfə çatmaq uğrunda aparılan mübarizənin nəticələrinin əvvəlcədən proqnozlaşdırılması yolu ilə bu məsələləri müəyyənləşdirmək lazımdır. Təbii ki, bizim üçün istər indi müzakirə etdiyimiz, eyni zamanda bizim də burada müzakirə etdiyimiz bu məsələ ki, biz deməli burada danışdıq o məsələ ilə bağlı ki, hansı perspektivlər var. Yəni bizim üçün, yəni Müsavat Partiyası üçün şah rejiminin yenidən orada formalaşması, bərpa olunması qəbul olunmaz bir məsələdir və bu məsələ ilə əlaqədar biz öz mövqeyimizi açıq şəkildə qoyuruq. Əgər şah rejimi formalaşacaqsa və yenidən bu rejimin nəzarəti altında olan mərkəzləşdirilmiş bir diktatura rejimi qurulacaqsa İran ərazisində, bu ən uğursuz perspektivlərdən biridir. Bu, yağışdan çıxıb yağmura düşmək olacaq, el dili ilə desək. Eyni zamanda bu mücahidlərin ideyaları, eyni zamanda orada heç bir siyasi və milli hüquqları nəzərə alınmayan bir mərkəzləşdirilmiş, avtoritar bir İran dövləti perspektivləri bizim üçün qəbul olunmazdır. Təbii ki, Müsavat Partiyası bütöv Azərbaycan ideyasını, yəni orada bir Azərbaycan dövlətinin qurulmasını öz sərhədləri daxilində, yəni ən belə deyək ki, məqbul olan sərhədləri daxilində, çünki Güney Azərbaycanın da elə Üzey Azərbaycan kimi sərhədlərinin müxtəlif cür göstərirlər və bir çox başqa xalqlar bizim sərhədlərimiz daxilinə iddialarını həm elə ermənilər tərəfindən hərbi yolla, digərləri tərəfindən də bir arzu və istək kimi irəli sürürlər. Yəni bu baxımdan nəzərdə tutulan və gerçək olan, real olan ədalətli sərhədlər daxilində bir demokratik Güney Azərbaycan dövlətinin yaranması və perspektivdə Güzey Azərbaycan və Güney Azərbaycanın birləşməsi. Yəni bu bizim əsas ideologiyamız, əsas xəttimiz bundan ibarətdir. Bura gedən yolda, əgər bu indiki mərhələdə mümkün olmayacaqsa, yəni orada istənilən halda İranda demokratik bir dövlətin qurulması, azad bir dövlətin qurulması, insan haqlarına əsaslanan bir dövlətin qurulması, orada yaşayan millətlərin milli hüquqlarının, siyasi hüquqlarının tanındığı bir dövlətin qurulması keçid mərhələsi kimi qəbul oluna bilər. Yəni bizim ideologiyamız bundan ibarətdir. Bizim əsas təkliflərimiz bundan ibarətdir. Maksimum hədəfimiz orada demokratik bir Azərbaycan Cümhuriyyətinin qurulması və zamanın gələcəyində əgər məqsədə uyğun olarsa referendum yolu ilə Güney Azərbaycan və Güzey Azərbaycanın birləşməsi perspektivi var. Bizim əsas Müsavat Partiyası olaraq mövqeyimiz bundan ibarətdir. Və keçid dövrü ilə əlaqədar da hansı məsələlər mümkün olacaqsa, yenə də biz orada demokratik, milli hüquqların nəzərə alındığı bir mərhələnin də keçməsi, əgər deyək ki, perspektivdə mümkün olacaqsa, təbii ki,
ən pis seçimlər olan avtoritarizm, şah rejiminin qurulması, mücahidlər rejiminin qurulması, fars şövzünə əsaslanan bir diktaturanın qurulması yox, demokratik, azad və milli siyasi hüquqların nəzərə alınan bir dövlətin qurulması mərhələsi də bizim üçün qəbul edilə biləcək bir deməli yoldur. Ancaq bütün bunlarla yanaşı Müsavat Partiyasının da mövqeyi, mənim şəxsi mövqeyim də ondan ibarətdir ki, orada xalq özü, öz iradəsi ilə öz dövlət quruluşunu, öz gələcəyini, öz taleyini, müstəqil dövlət mi olacaq, yoxsa Şimali Azərbaycanla birləşərək bir vahid dövlət qurmaq ideyasına düşəcək. Bütün bunları da orada yaşayan bizim 30 milyondan çox soydaşımız öz iradəsi ilə əldə etməlidir. Dəyərli dostlar, lütfən bəyənin, paylaşın. Hesab edirəm ki, çox